Allah Kur'an-ı Kerimdə buyurur İbrahim surəsində, qiyamət günündə bəziləri şeytanın yaxasından yapışar, belə lori dildə desək, deyər ki, bəs sən bizi azdırdın. Və qalə şeytan ləmmə qulliyələ əmr innəllaha va'adakum va'adəl haqq və va'addukum fəxləftukum. Mən sizə vədə verdim, Allah da vədə vermişdim, mən vədəmin əleyhinə getdim. Ayənin davamında Allah təala buyurur ki, şeytan deyəcək və mə kənə li aleykum min sultanin illə dəavtukum fəstəcəbtum li. Mənim sizə sültəm yox idi ki, mən yalnız və yalnız sizi vəsvəsə etdim. Sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Dəvətimi qəbul edəndən sonra yavaş-yavaş mən sizi özümə tərəf çəkdim. Axırda ləhdənikənnə zurriyyətəhu. Sonda sizə süvar oldum. Necə ata süvar olursan, yüyəni ələ alırsan, şeytan da deyir, axırda mən sizə süvar oldum. Allah Teala təkcə vəsvəsə etmək imkanı mənə vermişdi. Mən sizə təsir etmək üçün təkcə sizdə vəsvəsə yarada bilərdim. Siz vəsvəsəmin təsirinin altına düşüb, dəvətimi qəbul edib, mənə sarı gəldiyiniz üçün yavaş-yavaş, addım-addım mən sizə süvar oldum və axırda sizi cəhənnəmə gətirmişəm. Daxilən belədir. Daxilən şeytan bizə vəsvəsə etmək imkanına malikdir. Ondan böyük imkanı yoxdur. Amma insan vəsvəsələrə uyarsa, daxildəki fitri, ağlın, peyğəmbərlərin xaricdəki dəvətlərini qəbul etməzsə, dəvətlərinə müsbət cavab verməzsə, onda bəli, şeytan onu azdırar və şeytan ona süvar olar. Ona görə də şeytanı burada çox da günahkar bilmək lazım deyil. Şeytanın özünü aldadan kimidir, azdıran kimidir? Şeytanın özünü azdıran onun nəfsi idi. Şeytan hələ olmasaydı bizim nəfs qədər təhlükəli bir varlığımız vardır. Peyğəmbər buyurur ki, İnnə a'da aduvvuk ən-nəfsülləti beynə cənbək. Sizin ən böyük düşməniniz sizin nəfsinizdir. Şeytan təkcə vəsvəsə eləyir. Bu nəfs vəsvəsə mənbəyidir. Əgər biz nəfsimizin qarşısını alsaq, şeytan heç nə eləyə bilməz. Ona görə də şeytanın insan üzərində olan təsiri insanın özündən asılıdır. Allah ona təkcə vəsvəsə etmək imkanı vermişdir. Həyatullah Cavad davamlı təfsir dərsində deyərdi ki, cənnətə gedənlər cəhənnəmin qapılarını öpərlər. Deyərlər, sən olmasaydın, biz cənnətə düşməzdik. Siz baxın, biz sübh namazını qılırıq, amma gecə namazını qılmırıq. Niyə? Çünki cəhənnəmdən qorxuruq, sübh namazını qılırıq. Çünki gecə namazın cəzası yoxdur. Cəhənnəmə düşməyi yoxdur. Ona görə də biz gecə namazını qılmırıq. Amma sübh namazını qılmasaq, cəhənnəmdə cəzalanacağı nəzərə alıb, biz namazını qılıb. Bu deməkdir ki, cəhənnəmdən qorxub hələlik Allaha ibadət edir. Ona görə belə insanlar cənnətdə cəhənnəmin qapısını öpərlər ki, cəhənnəm olmasaydı, biz cənnətə düşməzdik. Quranda da Allah cəhənnəmə fəbəyi ala edir. Allahın nemətidir.